Bugün 13 Aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün keçirdiyi buraxılış imtahanına düşmüş ingilis dili suallarına baxırıq. Qrammatika sualları ilə başlayacağım. Reading və listening suallarının izahını isə ayrıca bir videoda verəcəm. Deməli, 13-cü suala baxırıq. I like trousers. Trousers sözü cəmdə olduğu üçün buradan this olan variantları çıxırıq. Sonra I don't like color. Təbii ki, şalvarın rəngindən söhbət gedir. Trousers sözü iki hissədən ibarət olduğu üçün həmişə cəmdə gedən isimdir. Ona görə mən buna it deyə bilmərəm. Bir dənə qaldı D bəndimiz. I like these trousers, but I don't like their color. Sonra 14'də I don't think you to read. Burada to görürük, düzdürmü? İndi variantlara baxırıq. Should'dan sonra to işlənməz. Sonra haven't, bunun inkarı do-la düzəlməlidir. Don't have to olmalıydı. Birini çıxdıq. I don't think you will be able to read the whole novel in 2 weeks. A bəndi doğrudur. Deyir ki, mən düşünmürəm ki, sən bütöv romanı 2 həftəyə oxuyub bitirə biləcəksən. 2 dənə inkar işlədə bilmərik. C-ni çıxdıq. Sonra will able, burada B-ni buraxıblar. D-ni də çıxdıq. 15'də the language courses approved by the Department of Education. Dil kurslarından söhbət gedir. 2 dənə isim yanaşı oldu, isimlərdən ikinciyə baxırdıq. Yəni dildən yox, dil kurslarından söhbət gedir. Cəmdə olduğu üçün cəm variantlar 2, 3, B bəndi. Sonra exhibition, sərgi deməkdir. A public show of art or other things. Yəni incəsənət və ya digər şeylərin nümayiş olunduğu ictimai bir şou. Bir də olur C. Sonra ikinci, sweet food eaten at the end of a meal. Yəni yeməyin sonunda yediyimiz şirin qida adlanır desert. 2 olacaq B. Sonra a strong wish to have or to do something, bir şey etmək üçün güclü istəyin, arzunun olması, bu da adlanır desire, arzu deməkdir. C, B, A. Doğru cavabımız D bəndi. Bir də baxaq. 1'ə oldu C, 2'ə oldu B, 3'ə də oldu A. Bəli. Sonra the person who is ahead of a school. Deyir ki, məktəbin başçısı necə adlanır? Principal adlanır. Spy, cəsus deməkdir. Sonra bu hüquqşünasdır, operator yanlışdır. Bu da ki, bərbər deməkdir. Bu da yanlışdır. Sonra əks mənalı sözlər istəyir. Görmək, eşitmək əks mənalı deyil. Daxil olmaq, baş çəkmək deyil. Razılaşma, qəbul etmək deyil. Başlamaq, ikisi də başlamaq deməkdir. Sinonimdir bunlar. Doğru cavabımız Y bəndidir. Unutmaq və xatırlamaq. Sonra was deyir. Baxın. Biz bilirik ki, indi variantlara baxaq. Either nor deyə bir bağlayıcımız yoxdur. Both or bağlayıcımız yoxdur. Both and bağlayıcısı var. Neither or yoxdur. Neither nor var. Sonra not only but also bağlayıcımız var. Burada but also'sunu yazmayıb. Doğru cavabımız oldu A bəndi. Neither the post office nor the bank was open. Sonra 20'də you a lot of money in the market last month. Last month keçmiş sadə zamanın zaman göstəricisidir. Gələcək zaman çıxıram, indiki zamanlar çıxıram. Have spent indiki bitmiş zamandır. Keçmiş zamanın zaman göstəricilərlə biz indiki bitmiş zaman istifadə edə bilmərik. B-ni də çıxdıq. Qaldı Y bəndi, keçmiş sadə zaman. Sonra Mike laid the bed as soon as he got home. Təbii ki, yataqda uzanmaq olacaq. Yatağın üstündə uzanırsan, ona görə doğru cavabımız C bəndidir. 3'ün, of, dandan, sonra ilə, bu da yəni dandan, bunlar uyğun gəlmir. Of da bilirsiniz ki, əksər hallarda yəli halda 2 dənə ismin arasında işlənir. Yəni bunların mənaları heç biri uyğun gəlmir. Üzərində olacaq. Sonra deer have long legs. Baxın, deer sözü elə isimlərdəndir ki, onun təki də deerdir. Yəni deer həm maral deməkdir, həm də marallar deməkdir. Burada have olduğu üçün demək ki, deer marallar mənasında işləm, çünki bu cəmliyi bildirir. Və hamısı da görürük cəmliyidir, cəmdədir.
Have burada bir de var mənasında işləm əsas feil kimi. Ona görə biz burada tag question yaradarkən köməkçi feil istifadə etməliyik. Köməkçi feilimiz hansıdır? Do-dur. Deməli, do-la olmalıdır. Və cəmdə olduğu üçün biz does-ı seçməyəcəyik, don't da seçəcəyik. Deyir ki, maralların uzun ayaqları var. Elə deyilmi? Və bura təsdiqdə olduğu üçün buranı da inkarda seçməliyik. 23-də Someone stole his suitcase a few days ago. Məchul növə çevirməliyik. Stole. Keçmiş sadə zamandır. Keçmiş sadə zaman. Məchul növü was, were, üstəgəl participle to-la düzəlir. Stole, bunun participle to-su stolen. Yəni, is indiki zamanda çıxdıq. Has keçmiş zamanda çıxdıq. Daha doğrusu, bitmiş zamanda has. Bitmiş zamanda çıxdıq. Been yenə bitmiş zamanda bunda çıxdıq. Və mübtada ilə tamamlığın yerləri dəyişdiyi üçün bizim burada mübtadamız someone sözdür. Cümləmiz someone ilə başlaya bilməz. Deməli, B bəndidir. Someone stole his suitcase a few days ago. His suitcase was stolen a few days ago. Onun çamadanı bir neçə gün əvvəl oğurlanmışdı. I met an old friend in street. I was on my way home. Bu nədir? Friend, bir də street. İkisi də sayıla bilən tək isimlərdir. Sayıla bilən tək ismi qarşıda mütləq artikel işlənməlidir. İşlənməyə bilməz. Ona görə mən burada çıx olan variantları çıxdım. Sonra old o-la site'dən başladığı üçün artikel istifadə edə bilmərəm. C bəndi olacaq doğru cavabımız. Sonra which pairs are synonyms? Sinonimlər soruşur. Correct, true. Bunlar sinonimdir. İkisi də doğru deməkdir. Biri seçdim. Empty, crowded. Empty boşdur. Crowded dolu, izdihamlı. Bunlar antonimdir. Bunu çıxdı. Sonra different, fərqli deməkdir. Same, eyni deməkdir. Bunlar da antonimdə çıxdıq. Elegant, cazibədar deməkdir. Attractive də cazibədardır. 1-4. Doğru cavabımız 1-4 olacaq. Belə. Bu şəkil sualını ayrıca bir videoda izah edəcəm. İzlədiyiniz üçün təşəkkürlər.